Əmək hüquqlarının müdafiəsi insan hüquqlarının qorunmasının önəmli tərkib hissəsidir. Hər bir insan dilindən, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq bərabər hüquqlara malikdir. Bunlar yalnız hüquqi qaydalarla deyil, həm də cəmiyyətin dəyərləri ilə qorunmalıdır. Əmək hüquqları isə bu dəyərlərin ayrılmaz hissəsidir. Əmək hüquqları hər birimizin haqqıdır. Bu hüquqları qorumaq isə hər birimizin məsuliyyətidir. Gəlin əmək hüquqlarını qoruyaq, daha sivil və dayanıqlı cəmiyyət üçün çalışaq. Muğamın gözəlliyi necə zəhmət tələb edirsə, həyatda uğur qazanmaq da eyni səviyyədə fədakarlıq tələb edir. İşçilərin haqqını qoruyaraq, əməyə dəyər verərək biz daha güclü bir cəmiyyət qurarıq. Hər kəsin öz əməyi ilə bu cəmiyyətdə layiqli yer olmalıdır. Bu bizim daha sıx birliyimizə və gücümüzə aparan yoldur. Hər bir vətəndaşın layiqli, təhlükəsiz şəraitdə və bərabər imkanların yaradıldığı mühitdə işləmək, ədalətli əmək haqqı almaq hüququ var. Vətəndaşlarımızın hərtərəfli inkişafını dəstəkləmək və bu istiqamətdə töhfə vermək bizim vəzifəmizdir. Əməyə layiqli qiymət verərək, qarşılıqlı hörmət və zəhmətimizlə cəmiyyətə dəyər qatmağa davam edək, əmək hüquqlarını birlikdə qoruyaq. Əmək hüquqlarının qorunması, daha layiqli əmək şəraitinin yaradılması cəmiyyətimizin həm rifahını, həm də sosial birliyini təmin edir. Zəhməti qiymətləndirək, hər bir işçi üçün layiqli əmək şəraiti yaradaq. Hər birimiz çalışmalıyıq ki, təhsilə olan münasibətimizdə əməyə hörmət ruhunu yaşadaq. Çünki güclü bir təhsil sistemi əməksevər və dəyərli fərdlərin yetişdirilməsi ilə mümkündür. Gələcək yalnız əməksevər insanların işinin bəhrəsidir. Bu yolda hər bir əmək və fədakarlıq qiymətləndirilməli, dəstəklənməli və yaşadılmalıdır. Hər bir tibb işçisi layiq olduğu hüquqlarla təhlükəsiz və ədalətli iş şəraiti ilə təmin edilməlidir. Çünki bu zəhmətin qorunması yalnız həkimlərin yox, bütöv cəmiyyətin sağlam gələcəyinə xidmət edir. Bu səbəbdən bu zəhmətə hörmətlə yanaşmaq hamımızın mənəvi borcudur. Bizim tərəfimizdən qoyulan məqsəd yalnız neft və qaz istehsalını artırmaq deyil, həm də işçilərimizin potensialını ən yüksək səviyyəyə çatdırmaqdır. İnanıram ki, işçilərimizin əməyinə qiymət verərək və onlara sərmayə qoyaraq biz həm neft kapitalını, həm də insan kapitalını gücləndirə bilərik. Əməyə hörmət, zəhmətə dəyər vermək həm də bir mədəniyyət formasıdır. Cəmiyyətimizin gələcəyi məhz əməksevər insanların üzərində qurulacaqdır. Gələcək nəsillər üçün daha ədalətli, daha layiqli əmək şəraiti yaratmaq bizim indiki məsuliyyətimizdir. Zəhməti qiymətləndirərək, məhsuldar əməyin önəmini anlayaraq, birlikdə güclü bir cəmiyyət qurmağa davam edək. Sənət aləmində də, gündəlik həyatda da əmək olmadan heç nə mümkün deyil. Əməyə hörmət, ona dəyər vermək təkcə fərdi uğurun deyil, cəmiyyətin inkişafının da əsasını təşkil edir. Biz sənətkarlar bu zəhməti ekran qarşısında göstərsək də, pərdə arxasında onun nə qədər böyük əziyyət tələb etdiyini yaxşı bilirik. Gəlin, əməyi qoruyub ona dəyər verək. Və əmək mübahisələrinə baxarkən təcrübə onu göstərir ki, təkcə qanunvericiliyin tələblərindən irəli gələn məsələ deyil, tərəflər eyni zamanda aralarında olan mənəvi, anlaşma şəraitində olan məsələləri də həll edə bilirlər. Əmək hüquqlarını qorumaq hər kəsin borcudur, əmək hüquqları vətəndaşın konstitusion hüququdur. İstər işə götürənləri, istərsə də işçiləri əmək hüquqlarının qorunmasında, əmək müqavilələrində nəzərdə tutulmuş prinsiplərə əməl etməyə dəvət edir. Əməyə dəyər vermək, onu qorumaq hər birimizin borcudur. Unutmayaq ki, güclü vətən yalnız əməksevər insanların birliyindən yaranır. Gəlin, layiqli əməyə dəyər verək, zəhmətimizi qoruyaq, gələcək nəsillərə daha ədalətli bir dünya quraq. Birlikdə daha böyük qələbələrə imza ataq.